Qeyri-nikah faktoru qeyd edeyim, hətta daha çox sosial faktordur, yenə də mənəvi əxlaqi dəyərlərə dayanan bir faktordur. Qadın uşaqdan suyu istifadə edir, belə deyim də, istifadə edir onun hansısa bir məqsədlərini həyata keçirmək üçün. Hansısa bir bəylə münasibəti var bu qadının, qeyri-qanuni və o uşaq yolu ilə bu bəyə təzyiq göstərir ki, sonradan maddi təminatını, belə deyim də, tənzimləmək üçün və s. uşaqdan istifadə edir və sonda məqsədinə nail olmayanda o neyniyəcək? Axı, o ana kimi uşağı dünyaya gətirir. Əşya kimi, bəli, əşya deyil, zibil deyil. Psixoloji səbəblərini mən deyirəm ki, İlfət xanım, nəyə görə bunlar həmin uşaqdan çox rahatlıqla azad olurlar, yəni imtina eləyirlər. Səbəb odur ki, o analıq duyğusundan o uşağı dünyaya gətirməyib. Hansısa bir məqsədlərini, mənafələrini həyata keçirmək üçün o uşağı dünyaya gətirdi və burada da həmin o bəy onu tərk eləyəndə və yaxud da digər, belə deyim də, problemlər baş verəndə asan şəkildə bu insanda xanalıq instinkti yoxdur. Salafana da qoya bilər, zorakılıq da göstərə bilər. Yəni bu kökündə nikahdan kənar olan münasibətdir. Düzdürmü? Bu sosial faktorlardan